Ariflər kimlərdir? Arif o adama deyirlər ki, hamıdan çox keyfdədir, ləzzət alır. Keyfi çox olan adam olur arif. Sən deyə bilərsən, sən deyəsən, bizi səhv salmısan, biz burada ruhani deyilik. Bizim gözümüzdə arif, yəni əmmaməli, əlində təsbih olan bir şəxs. Deyə bilərsən, bizim hərəmizin öz peşəmiz var. Yaxşı, sən ruhani arif olma, dərzi arif ol. Şeyx Rəcəbəli Xəyyat. Sən dəmirçi arif ol. Seyyid Haşim Həddad. Seyyid Haşim Həddad dəmirçi idi. Onun ləzzətindən danışdıq. Onun tələbəsi onun haqqında bir kitab yazıb, kitabını oxuyanda adam şad olur. Kitabını oxuyanda o deyir ki, o məst yaşayırdı, məst idi. O hansı aləmdə idi, biz başa düşə bilmirdik. Onun gözü xumarlanırdı, o məst yaşayırdı. Biz elə bilir, yazıq ariflər ömür boyu keyfdən, zaddan məhrum olublar ki, Allah bunlardan razı olsun. Cəmaat keyfdədir, bunlar da ki, yox, bunlar öz keyfi üçün yaşayıb əksinə. Bunlar daha zirəng adamlardır başqalarından. Gördü ki, onun ustadı Əllamə Seyyid Əli Qazi idi. Seyyid Əli Qazi Təbrizlidir özdə. Azərbaycanlıdır. Deyir ki, bu Kərbəlada yaşayırdı. Gedir, gəlir, görür ki, bir əmmaməli ruhani oturub kafedə çörək yiyir, çay içir. Cəmaatın da içində var da ruhani onu eləməz, bunu eləməz, bunu eləməz. Bir gözün deyir, heç nədə ruhani olduğun gərək yaşamayasan. İndi bizdə şükür Allah hələ yaxşıdır. Orada pis baxırdılar. Ruhani kafedə otursun, məsələn, bir şey yesin də yazıq. Ona pis baxırdılar. Bu da gəlir o ruhaniyə deyir ki, bəs sən burada ne üçün oturmuşsan ki, cəmaat buna pis baxır? O da cavab verir ki, mən ziyarətə gəlmişəm Təbrizdən Kərbəlaya. Gedirəm, hərəmdə ibadət edirəm, amma bir bədənim də gücdən düşür. Bu da minidir də, bədənim, mərkəbdir. Onu da bir qane eləməliyəm ki, ibadət eləyə bilim. Sonra misal çəkirdik, biz Təbrizdən karvanla gələndə, biz dayanacaqda dayananda karvanların başçıları əvvəl heyvanları yemləyir ki, əsas onlardır. Siz biraz gözləyə bilərsiniz, onlar bizi aparacaq. Bu bədən də deyir, mənim üçün belədir. Deyir, mən demirəm, niyə çay içirsən? Deyirəm, niyə burada oturmuşsan? Cəmaat pis baxar, mən özümə görə demirəm. Deyir ki, burada mən qəribəm, heç kəsim yoxdur. Deyib, qaldığım müddətdə gəl mənim dükanıma. Mənim dükanımda çayı, çörəyi mən verim. Deyir, dostluqları başlanır. Dostluqları başlanır.